edirəm hər kəsi. Hamınız xoş gəlmişsiniz məclisə. O gün olsun, hamınızın xeyir işlər olsun, biz də gələk iştirak edelim. Sağ olun. Müğənni Fədai Laçın 50 illik yubileyini qeyd edib. Sənətçi şəhər restoranlarının birində özəl gününə həsr olunan məclis təşkil edib. Gecədə Fədai Laçının sənət dostları və yaxınları iştirak ediblər. Məclisdə müğənninin oğlu da anasını təbrik edib. O Fədaiyə ən gözəl şeir sənsən sözlərini deyib. Burada sənətkarlar əyləşib, qohumlar var, dostlar var, yaxınlarımız var, tələbə yoldaşlarım var, şair dostlarım var. Təbrikə keçim, səni təbrik edirəm. Bir şey deyim ki, mən teologiya sahəsində olduğuma görə, sənətində şeirə yaxın olduğuma görə, şair olduğuma görə yaxın adamlarım elə olur ki, hərdən şeirlə təbrik edirəm, amma bugün şeirlə təbrik eləməyəcəm, çünki ən gözəl şeir sənsən. Ən gözəl şeir sənsən, amma sözünün özü ən böyük şeir. Ona görə sən dilə gəlməyən bir duyğusan. Təbrik edirəm səni, həmişə yanımızda olasan, həmişə belə əlimizdən tutasan. Çox istəyirəm səni. Çox sağ olun, çox sağ olun.